Bu videoda 11. sınıf şagirdinin yazdığı 100 sözlük esseye baxacağıq. Bu ilk essesidir şagirdimin. Baxaq səhvlərə. Baxın, birinci hissədə change sözünün yerinə have become olsa daha doğru olardı. Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Olmaq, çevrilmək, become və indiki bitmiş zamanda. Daha sonra inseparable sözündə a olmalıdır. Baxın, bu hissədə i olmaz. In my opinion sözündə böyük I nöqtə ilə yox, tam bütöv şəkildə yazılmalıdır, nöqtəsiz və məncə, mənim fikrimcə vergül işarəsi olacaqdır. Yəni, in my opiniondan sonra students should use smartphones at school. Bu da doğrudur. First of all, yenə vergül işarəsi olacaqdır. Baxın, smartphones help us. Help feilindən sonra gələn ikinci feilimiz bare infinitive olar. To ilə də işlənər, ancaq çox vaxtlar bare infinitive, yəni başlanğıc formada işlənir. ING ilə olmaz. Find information and use. Burada baxın, hər iki feil helpdən sonra gəldiyinə görə başlanğıc formada olacaqdır. Educational programs, moreover, yenə vergül doğru veribdir. Students cümlənin mübtədasıdır. Searching, ING veribdir. Ola bilməz və burada hərf səhvimiz də var. Bir dənə üstünə xət çəkmişəm. Baxın. On da internet olacaq D artiklı ilə və find olmalıdır. Çünki əsas xəbərimizdir. Bare infinitive başlanğıc formu istəyir. Students also can use online dictionaries verməyimiz daha uyğundur. Online lüğətlər. On the other hand, yenə vergül işarəsi. Some people claim this yox, claim that iddia edirlər ki, yaxşı, düşünsək ki, burada şagird işarə bəzliyi veribdir. This tək isimlərlə gəlməz. Cəm isimlərlə gələr. This. Yəni, 4 hərfli olan səhvdir burada. Mustn't yox, must not olmalıdır. Akademik yazılarda qısalmalar olmaz və must modal feilinin yazılışında səhv var. They think smartphones are a waste of time olmalıdır. Daha doğru ifadə budur. A waste of time, ortada of olmalıdır. Influence, burada da bir səhvimiz var, düzəltmişəm. Influence-dan sonra sözün olmayacaqdır. Bad yox, badly olmalıdır. However-dan sonra yenə vergül. I böyüklə yazıldıqda nöqtə olmayacaqdır. I think yenə vergül. Use smartphones under teacher's control. It, yenə görürsünüz, böyütmüşəm. More useful and better for both students and teachers. In conclusion, baxın, burada yenə bunu düzəldim. Bir saniyə. Yenə böyük hərflə olacaqdır. Nöqtə ilə olmaz. Students should use smartphones correctly. Burada da C olmalıydı. Bir dənə hərf səhvi var. İlk essay üçün normaldır. Yəni, strukturlarda problem yoxdur. Sadəcə hərf səhvləri çoxdur. Bunlar da zamanla düzələcək.